Əziz şagirdlərim, bugün 27 sentyabr anın günü münasibətilə buraya yığışmışıq. Canlarını vətən uğrunda qurban verir. Bizim məktəbimizin də qürur mənbəyi olan şəhid məzunlarımız Emil Şamilov və Orxan Qasımovdur. Biz həm də sinif otağımızın adını daşıyan İgid Xudayar Yusifzadəni böyük hörmətlə anırıq. İndi isə gəlin bütün şəhidlərin yolunu bir dəqiqə sükutla yad edək. Yurd emaneti, esker ocaq emaneti, od emaneti, esker vətən emaneti, yurd emaneti, esker ocaq emaneti, od emaneti. İntikamı alınmasa şehitleri geri dönme, son qələbə çalınmasa silahınla sən öyünmə, son qələbə çalınmasa atılanda düşmən üstə qollarına təpər olsun, göz yoldadır, qulaq səsdə savaşımız zəfər olsun, göz yoldadır, qulaq səsdə savaşımız zəfər olsun. Əskər vətən əmanəti, yurd əmanəti, əskər ocaq əmanəti, od əmanəti, əskər vətən əmanəti, yurd əmanəti, əskər ocaq əmanəti, od əmanəti. Esker vətən əmanəti, yurd əmanəti, esker ocaq əmanəti, od əmanəti, esker vətən əmanəti, yurd əmanəti, esker ocaq əmanəti, od əmanəti.
Qalxan bayraq şəhidlərin qanıdır. Qəlbimizdə əbədi bir yanıdır. Unutmarıq sizə olan borcu biz. Şanlı tarix 9 cənivanlıdır. Orxan, Emil, Xudayar bu yolda qələbəyə aparıbdı vətəni. 9C sinifi qürurla deyir, unutmarıq qəhrəman şəhidləri. Şehitleri geri dönme, son galebe çalınmasa, silahınla seni yürü. Şəhidlər qarşısında, şəhid analar qarşısında bir borcumuz var ki, onları hər il yad etməliyik. Təkcə anlı günlərində deyil. Elə hər gün yad etməliyik ki, onların ruhu da şad olsun. Bizə özlərini qurban veriblər, torpağımızın dövlüyündə. Ona görə də bizim vəzifəmiz, siz yaşlı şəhidlərin vəzifəsi həmin ənənəni qoruyub, gələcək nəslə ötürməkdir. Ona görə də aydınlarına sizə təşəkkür edirəm. Bu günlərim həqiqətən həm zəfər günümüzdür, həm hüzün günümüzdür. 3.000-yə yaxın şəhidimiz var. Digər tərəfdən isə torpaqlarımızın hamısı azad olunub. Bu günlərim artıq səsimiz yüksək tribunalardan gəlir. Prezidentimizi daimi olaraq yüksək tribunalarda çıxış edən görürsünüz. Ona görə də artıq Azərbaycan adlı dövləti hər kəs tanıyır. Ona görə elə şəhidlərimizə təşəkkür edirəm. Doğrudan çox səliqə ilə, nizamla, intizamla hazırlaşıblar qısa müddətdə. Yenə də rəhbər olaraq sizin təşkil edədiyinizə görə sizə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əslində, Jalə müəllimənin sözünə qüvvət olaraq mən də bir fikir vermək istəyirəm. Siz vurladınız ki, həm zəfər günümüzdür, həm anın günümüzdür. Bəli, həqiqətən də elədir. Anın günümüzdür çünki bugünkü gündə biz başladıq torpağımızı azad etmək üçün. Həm qürur vericidir, həm də o gözü yaşlı anıları düşünəndə əlbəttə ki, bu bizim kədərimizdir. Və burada bilərəkdən 2 karta qoymağım və hər 2 kartada güllər düzməyin səbəbi o idi ki, 4 ədəd gül bizim anı günümüz. Amma burada artıq biz sevincliyik, qələbə içindəyik və Azərbaycan qələbə ordu olduğunu bu gül dəstələri ilə göstərmək istədim ki, 3 gül, yəni o deməkdir ki, biz Azərbaycan olaraq daim çiçəklənirik, qələbə həmişə Azərbaycana yaraşır və bu qələbəni də davam etdirmək sizlərin əlindədir. Bax, buradakı oğlanların əlindədir, buradakı gələcək analarımızın əlindədir və biz əgər bu qələbəni davam etdirəbilsək, heç bir ölkə bizim torpaqlarımızı işğal edə bilməz. Çox sağ olun uşaqlar. Nəzərət xanımla sizin də sözünüz varsa bizə xoşluq dinləmək. Allah bir daha şəhidlərimizin ruhunu şad etsin.